Salam, mən Sübhan Bəkirzadə, Azərşəkər MMC-də aparıcı aqronom vəzifəsində çalışıram. Hal-hazırda biz pambıq sahəsindəyik. Ötən il Azərşəkər MMC ilk dəfə olaraq pambıq əkindən start vermişdir və ötən ilki nəticələr ümid verici olduğu üçün bu il pambıq əkim sahələri daha da genişləndirilmişdir. Növbəti illərdə daha da genişlənəcəkdir. Əsas məqsədimiz pambıqçılıqda müasir yanaşmalardan istifadə etməkdir. Gördüyünüz kimi Dragonline sistemi ilə suvarılma aparılır. Bu sistem ölkədə yeni bir sistemdir. Suvarmada daha çox effektlidir və bununla yanaşı pilot suvarmadan da istifadə olunur. Hər mövsüm torpaqda bitki analizləri aparılır və bunun əsasında gübrələmə tətbiq olunur. Pambıq bitkisində zərərvericilərə qarşı da müasir üsullardan istifadə olunur. Həm bioloji, həm də kimyəvi üsullardan planlaşdırılaraq istifadə olunur. Bu yanaşma həm məhsuldarlığı qoruyur, həm də ekoloji tarazlığı təmin edir. Bizim üçün vacib olan yalnız məhsuldarlıq deyil, həmçinin pambığın keyfiyyətidir. Bildiyiniz kimi pambıq həm kənd təsərrüfatında, həm də yüngül sənayedə strateji əhəmiyyətə malikdir. İnanırıq ki, Azərşəkər MMC olaraq növbəti illərdə məhsullarımız daha yaxşı olacaq və biz daha yaxşı nəticələrə imza atacağıq.